Hello, dear children. Salam, əziz uşaqlar. Unit 4, Lesson 3. 4-cü bölüm, 3-cü dərs. Exercise 1 on page 38. Birinci tapşırıq, səhifə 38-də. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, dinləmə mətninə keçməmişdən öncə gəlin mətnimizi oxuyaq və tərcümə edək. Trixie, the color bear. Rəngli ayı Trixie. Uşaqlar, Trixie rəngli ayının adıdır. Hi, I am Trixie. Salam, mən Trixie'yəm. I love colors. Mən love sevirəm. Colors isə rənglər deməkdir. Mən rəngləri sevirəm. Look at the toys. Look, bax, at the toys, oyuncaqlara deməkdir. Yəni, oyuncaqlara bax. A green truck. Green, yaşıl, truck isə yük maşınıdır. Yəni, yaşıl yük maşını. Splish, splash, splash. Uşaqlar, bu sıçrama zamanı yaranan səslərdir. Mənası sıçratmaq, şapıldatmaq deməkdir. Splish kiçik səviyyəli sıçratma, splash orta, splash isə güclü sıçratmaya deyilir. What color is it now? What nə? Color rəng, is-dır şəkilçisi, it o, now isə indi deməkdir. O nə rəngdədir? It's red. O qırmızıdır. Splish, splash, splash. Yenə də şapıldatmaq səsləridir. The ball isn't yellow now. The ball, top, isn't. Deyil, yellow, sarı, now, indi. Top, indi sarı deyil. It's blue. O mavidir. Look at the doll. Look, bax, at the doll, gəlinciyə. Yəni, gəlinciyə bax. Is it blue now? Is-dır şəkilçisidir. It, o, blue, mavi, now isə indi deməkdir. İndi mavidir. No, it isn't. Xeyr, deyil. It's yellow. O sarıdır. Colors are fun. Colors, rənglər. Dır şəkilçisinin cəm halı. Fun, əyləncə və əyləncəli deməkdir. Rənglər əyləncəlidir. Bye. Sağ ol. İndi isə keçək dinləmə mətninə. Track 36. Trixie the color bear. Hi, I'm Trixie. I love colors. Look at the toys. A green truck. Splish, splash, splash. What color is it now? It's red. Splish, splash, splash. The ball isn't yellow now. It's blue. Look at the doll. Is it blue now? No, it isn't. It's yellow. Colors are fun. Bye. Exercise 2 on page 39. İkinci tapşırıq 39-cu səhifədə. Listen again to Trixie the color bear. Uşaqlar, ikinci tapşırıqda birinci tapşırıqdakı Trixie rəngli ayı dinləmə mətnini təkrar dinləməliyik. Exercise 3. Üçüncü tapşırıq. Look at the things before and after. Əşyaların öncəki və sonraki halına baxın. Say the color after. Sonraki rəngini deyin. Birinci rəsmdə truck, yəni yük maşını var. Və o öncə green, yaşıl, sonra isə red, qırmızı rəngi boyanıb. Burada nümunəvi cümlədə yazılıb. It's red now. O indi qırmızıdır. İkinci rəsmdə bizə ball, top rəsmi verilib. Top öncə yellow, sarı, sonra isə blue, mavi rəngə boyanıb.
O səbəbdən yazacağıq. It's blue now. O indi mavidir. Üçüncü rəsmimiz doll, gəlincik rəsmidir. Gəlincik öncə blue, mavi, daha sonra isə yellow, sarı rəngə boyanır. O səbəbdən biz bura yazacağıq. It's yellow now. O indi sarıdır. Exercise 4. Dördüncü tapşırıq. Say the answers. Cavabları deyin. Uşaqlar, birinci rəsmdə truck, yük maşını var və bizdən soruşulur. What color is it? O nə rəngdədir? Gördüyümüz kimi yük maşını qırmızı rəngdədir. Biz də cavab olaraq it's red yazırıq. Yəni o qırmızıdır. Uşaqlar, ikinci rəsmdə ball, top rəsmi verilib. Top mavi rəngdədir və bizdən soruşulur. Is it blue now? O indi mavidir. Bu suala cavab olaraq yes it is yazacağıq. Yəni bəli, elədir. Üçüncü rəsmdə doll, gəlincik rəsmi verilmişdir. Gəlincik yellow, sarı rəngdədir və bizdən soruşulur. What color is it? O nə rəngdədir? Cavab olaraq yazırıq. It's yellow. Yəni o sarıdır. Uşaqlar, 39-cu səhifənin üst hissəsində bizə yeni hərf birləşməsi verilib. S və H hərflərinin birləşimi. Bu iki hərf Ş səsi olaraq səslənir. Məsələn, splash, sıçratmaq və ya şappıldatmaq. Uşaqlar, ingilis dili ilə bağlı istənilən sualları şərh yerində verə bilərsiniz.